Salam dəyərli izləyicilər, bugün sizə pralinayı hazırlayacağım. Pralinay desert ingrediyentidir. Badamlı və ya qarışıq çərəzlərlə karamelin qarışımından hazırlanır. Əsasən konfetlərin, şokoladların içliyi kimi pirojnaların, tortların arasına və ya üzərinə səpmək üçün və kremləri əlavə etmək üçün də istifadə olunur. Gəlin başlayaq. 200 qram badamın üzərini örtəcək qədər qaynar su əlavə edib 3-4 dəqiqə dinləndirirəm. Və bir-bir çıxarıb bu şəkildə çox rahatlıqla qabıqlarını təmizləyirəm. Təmizlənmiş badamları listə əlavə edib hər tərəfinə yayıram və 150 dərəcəli sobada, baxın belə qızılı rəng alana kimi qovururam. Soyuduqdan sonra onu bir paketə əlavə edirəm, hər tərəfinə yayıb, ağzını bağlayıram və oxluqla biraz xırdalayıram. Lap çox xırdalamıram, 2-3 hissəyə bölürəm, çünki onsuz da sonda blenderla da xırdalayacağam. Tavanı ocağın üzərinə qoyub 200 qram şəkər tozu əlavə edirəm. Qeyd edim ki, tava qalın tava olmalıdır ki, karamel tez tündüləşməsin, yoxsa acı olar. Və orta odda əriməsini gözləyirik, yavaş-yavaş əriməyə başlayır. Bu mərhələdə başlayıram qarışdırmaya. Əvvəldən qarışdırmaq olmaz, çünki düyünlənir və daşa dönür. Düzdür, sonra düyünlər də açılır, amma ocağın üzərində çox qaldığı üçün karamelin rəngi də tündüləşir. Şəkər tozu tam eridikdən sonra badamları əlavə edirəm və tez qarışdırıram ki, karamel badamın hər tərəfinə dəysin. Sonra əvvəlcədən hazırladığım kalka kağızının üzərinə əlavə edib hər tərəfinə yayıram. Bu prosesi də biraz cəld etmək lazımdır ki, karamel bərkiməsin. Əgər evdə kalka kağızı yoxdursa, folqanın üzərini yağlayıb orada əlavə edə bilərsiniz. Yaydıqdan sonra bu vəziyyətdə saxlayıb tam qurumayını gözləyirəm. Yarım saat keçdi, pralina tam qurudu. İndi onu blenderdən keçirmək üçün hissələrə bölürəm. Bəzi hissələri saxlayıb tortun üzərini bəzəmək üçün də istifadə edə bilərsiniz. Deyim ki, elə adi çayla içməyə də çox dadlıdır. Mən çox sevirəm. Blendera əlavə edib xırdalayıram. Lap çox toz halına gələnə kimi fırlatmıram. Biraz dişə dəysin. Pralina artıq hazırdır. Rəngi gördüyünüz kimi çox gözəldir. Dadı da inanılmaz dadlıdır. Siz də hazırlayıb tortlarınızın və pirojnalarınızın dadına dad qatın. Hazırlayanlara indidən nuş olsun. Videolarımı bəyənirsinizsə kanalıma abunə olmayı, like edib komment yazmayı da unutmayın.